Salam uşaqlar. Bu gün dərsdə izah elədiyim kimyəvi rabitə bölməsini hansı hissələr ki izah eləmişəm, onları video qeyd şəklində atıram. Kim hansı hissəsini unudubsa girib baxsın. Deməli, mövzumuz kimyəvi rabitədir. Kimyəvi rabitə nədir? Deyirik ki, molekulda atomları birlikdə saxlayan qüvvələr cəminə kimyəvi rabitə deyilir. Məsələn, bir dənə molekul götürək, tutalım ki, su molekulu, H2O. H2O-nun quruluşunu yazıldığında oksigen və hidrogenin arasında bağlar göstəririk. Bax, bu bağlara rabitə deyilir. Rabitə. Deyirik ki, su molekulunda hidrogen və oksigen atomlarını birlikdə saxlayan bu xəttlər rabitə adlanır. Rabitənin 4 növü var. 4 növ. Birinci növümüz kovalent rabitədir. Kovalent. İkinci növümüz iyon rabitəmizdir. Üçüncü növümüz metal rabitəsidir. Metal. Dördüncü növ isə hidrogen rabitəsidir. Hidrogen. Başlayaq birinci növdən kovalent rabitədən. Kovalent rabitə qeyri-metal atomlar arasında olur. Qeyri-metal atomları. Məsələn, nümunə göstərə bilərik buna. Qeyri-metal atomları. İki dənə qeyri-metalın yanına qoyaq. Məsələn, hidrogen, xlor. H-xlor. Hidrogen də qeyri-metaldır, xlor da qeyri-metaldır. Deməli, burada kovalent rabitə var. Və yaxud NH3. Azot qeyri-metaldır, hidrogen də qeyri-metaldır. İki qeyri-metal arasındakı rabitə deyirik kovalent rabitə. Kovalent rabitənin iki növü var. Birinci növümüz polyar kovalent rabitədir. Polyar. İkinci növümüz isə qeyri-polyar kovalent rabitədir. Qeyri-polyar. Baxın. Qeyri-polyar kovalent rabitə eyni növ qeyri-metallar arasındadır. Eyni növ. Polyar kovalent isə müxtəlif növ qeyri-metal arasındadır. Müxtəlif. Amma nəticə olaraq ikisi də mütləq şəkildə kovalent rabitənin növü olduğuna görə qeyri-metalların arasında yaranmalıdır. Baxın, eyni növ atomlar arasında deyirik qeyri-polyarda. Nümunə göstərə bilərik. Məsələn, oksigen. Oksigen molekulunu açıq yazanda oksigen 2 valentli olduğuna görə ondan 2 dənə xətt çıxır. Bu şəkildə yazırıq. Bu rabitələrin hər ikisi qeyri-polyar kovalent rabitədir. Və yaxud hidrogen molekulu yaradanda hidrogen 1 valentlidir, ona görə bir rabitə ilə birləşdiririk. Bu rabitə deyirik ki, qeyri-polyar kovalent rabitədir. Və yaxud azot molekulu N2 yazmaq istəyirik. Azot 3 valentli olduğuna görə normalda 3 dənə xətt göstəririk. Bu üç xəttin üçü də qeyri-polyar kovalent rabitədir. Amma polyar kovalent rabitə müxtəlif növ atomlar arasında olur. Məsələn, bayaq yazmışdıq. NH3. Bax, azot 3 dənə də hidrogen yazıram. 1, 2, 3. Bu üç rabitə, bax, birinci rabitə azot hidrogen arasında. Bu da azot hidrogen, bu da azot hidrogen. Üçü də müxtəlif növ qeyri-metal atomlar arasındadır. Ona görə üçü də polyar kovalent rabitədir. Və yaxud olsun su molekulunun özü. Oksigen, hidrogen, hidrogen. Bax, bu rabitə də polyar kovalentdir. Çünki oksigenlə hidrogen arasındadır. Bu rabitə də polyar kovalentdir. Çünki bu da oksigenlə hidrogeni birləşdirir. Bu oldu polyar kovalent və qeyri-polyar kovalentin izahı. İndi deyirik ki, ümumiyyətlə kovalent rabitə iki cür mexanizmdən yaranır. İki cür mexanizm. Birinci mexanizm nədir? Mübadilə mexanizmi. Mübadilə. Buna şərikli elektron cütü hesabına yaranan rabitə də deyilir. Şərikli elektron cütü. Elektron cütü. İkinci növümüz isə donor-akseptor mexanizmidir. Donor-akseptor. Bunlar rabitə növü deyil. Bunu qarışdırmayın. Deyəndə ki, neçə rabitə növü var? Deyirsiniz 4 rabitə növü var. Deyəndə ki, neçə mexanizmlə yaranır bu rabitələr? Deyirsiniz 2 mexanizmlə. Mübadilə və donor-akseptor mexanizmi. İndi baxın uşaqlar, mübadilə mexanizmi nədir? Tutalım ki, bizim hidrogen molekulumuz yaranmaq istəyir. Bu molekul nə ilə arasında yaranır? 2 dənə hidrogen atom arasında yaranır. Bu rabitənin yaranması üçün hidrogen öz tək elektronunu qoyur ortaya. Digər hidrogen atomu da öz tək elektronunu qoyur. 2 elektron birləşib bir ədəd rabitəni əmələ gətirir. Və yaxud oksigen molekulu yaratmaq istəyirik. Oksigen. Bilirsiniz ki, oksigen 2 valentlidir. 2 dənə öz elektronunu qoyur. Valent elektronunu qoyur. Digər oksigen də yenə öz 2 valent elektronunu qoyur. Bu elektronlar birləşib 2 dənə rabitə əmələ gətirir. Görürsünüz, şərik iş gördülər də. Bir rabitənin yaranması üçün hərə öz payına düşən elektronu verdi. Ona görə deyir ki, şərikli elektron cütü hesabına yaranır və yaxud buna mübadilə
mexanizmi də deyilir. Donor akseptor isə boş xana ilə digər atomun elektron cütü arasında yaranır. Elektron cütü. Və 3 dənə maddə öyrəndik ki, biz deyirik ki, bu elementlərdə donor akseptor mexanizmindən yaranan rabitə var. Bu hansıdır? CO, yəni dəm qazı və ya buna karbon monoksid də deyə bilərsiniz. NH4 müsbət, buna deyilir ammonium iyonu. Bir də H3O müsbət, buna deyilir hidroksonium iyonu. Dəm qazının quruluşu, bu 3 quruluşun üçünü də əzbərləyirik. Dəm qazının quruluşu belədir. Yuxarıdakı rabitəni donor akseptor rabitə mexanizmindən yarandığına görə onu nə ilə göstəririk? Oxla göstəririk. Ümumiyyətlə, donor akseptor mexanizmindən yaranan rabitə həmişə mütləq oxla göstərilməlidir. Normal rabitə amma düz xətlə göstərilir. İndi burada məsələ nədir? Baxın uşaqlar, bu aşağıdakı iki rabitə mübadilə mexanizmindən yaranır. Ona görə karbon öz elektronunu qoyub, oksigen də öz paylaşan elektronu qoyub. Karbon burada da yenə öz elektronunu qoyub, oksigen də öz paylaşan elektronu qoyub. Bunlar şərikli iş görüblər. İki rabitə mübadilə mexanizmindən yaranıb. Sonra oksigen yenə öz elektronunu qoyub, amma karbonun valent elektronu olmadığına görə o deyir ki, mənim elektronum yoxdur. Mən boş xana qoyacağam. Oksigen, əgər mənlə birləşib dəm qazı yaratmaq istəyirsənsə, mənim yerimə elektron qoymalısan. Və oksigenin də elektronu olduğuna görə gedib buna elektron verir. Deməli, oksigen neylədir? Karbonun yerinə elektron qoydu. Yəni, oksigen elektronu verən tərəf oldu. Və oksigen elektronu verən olduğuna görə bu çevrilir, avtomatik olur donor atom. Alan tərəf kim oldu? Karbon oldu. Bu olacaq avtomatik akseptor atom. Akseptor. Donor, necə məsəl üçün böyrək üçün donor kimə deyirlər? Böyrəyini verən insana donor deyirlər də məsələn. Burada elektronu verən atom olur donor, alan atom olur akseptor. İndi burada sizə sual verilə bilər ki, neçə elektron oksigendən verilir? Sayırsınız. 1 elektron, 2 elektron, 3 elektron, bu da 4-cü elektron. 3 dənə öz yerinə qoyub, bir dənəsində karbona veribdir. 4 dənə elektron oksigendən sərf olunur. Bəs neçəsi karbondan sərf olunur? 2 dənə elektron da karbondan. Cəmi burada işləndə 6 dənə elektron. Bu oldu dəm qazının quruluş formulu. Sonra NH4 müsbət ola bilər sizə versin. NH4 deyirsə 4 dənə hidrogeni ayırıb yazırsan. İndi sual verə bilərlər ki, dərsdə sual vermişdiniz. Bax, bir də deyirəm. Niyə görə burada 3 dənə xət çıxır? Çünki deyir ki, bu birləşmədə oksigen 3 valentlidir. Çünki görsən 1, 2, 3 dənə xət çıxıb. Karbon da 3 valentlidir. Ondan da 1, 2, 3 dənə xət çıxıb. Yəni, quruluş formulunu quranda valentliyə əməl edirik. İndi bu NH4 müsbət olduğuna görə üzərində müsbət yolunda qoyuruq. Baxın uşaqlar, yenə həmin mexanizmdə nə qədər rabitə olur olsun bu 3 molekulda biri mütləq donor akseptordur. Həmin donor akseptoru oxla göstəririk. Digər qalan rabitələr nədir deyə sual versəniz, digər qalan rabitələr bax bu mexanizmə yuxarıda dedim, hanı mübadilə mexanizmi, bax mübadilə mexanizmindən yaranır. Gəlin göstərək. Bax, azot öz yerinə elektron qoydu. Hidrogen də öz yerinə elektron qoyacaq. Yenə azot öz yerinə elektron qoydu, hidrogen də öz yerinə. Öz paylarına düşəni qoyub mübadiləni əmələ gətirirlər. Yenə azot öz yerinə elektron qoyur, hidrogen də öz elektronunu qoyur. Yenə gəlir azot öz elektronunu qoyur, amma bu donor akseptor mexanizmi olduğuna görə hidrogen deyir ki, mənim daha elektronum yoxdur, mən vermirəm elektronu. Əgər mənlə rabitə yaratmaq istəyirsənsə, gətir mənə elektron ver. Azot da məcbur olur, gedir buna bir elektron verir. İndi soruşanda ki, hansı atom donor oldu? Kim elektronunu verdi? Azot. Deməli, azot oldu donor. Elektronu alan kim oldu? Bax, bu hidrogen. Bu hidrogen oldu akseptor. Akseptor. İndi baxaq. Neçə elektron hidrogendən, neçə elektron azotdan işləndi? Azotdan sayaq. 1, 2, 3, 4, bir dənə də bu hidrogeni verdi. 5 elektron azotdan, hidrogende 1, 2, 3 elektron. 3 elektron da hidrogende. Cəmi neçə elektron oldu? Oldu 8 elektron. Çünki neçə dənə rabitə var? Avtomatik 4 rabitə varsa, bir rabitəni də 2 elektron yaradırsa 8 elektron işlənir. Keçək öbürsü maddəyə H3O, yəni hidroksonium iyonuna. Burada oksigen yazırsan mərkəzə. Atomlar digərləri kimdir? Hidrogenlərdir. Onları da yazırsan. Yəni H3O iyon olduğuna görə üzərində bir müsbət qoyursan. Qoyduq mu? İndi baxın.
Yenə rabitənin birini donor akseptor olduğuna görə göstərirsən oxla. Yenə həmin qaydadır. Oksigen öz elektronunu verir. Hidrogen də öz elektronunu. Yenə oksigen öz elektronunu verir, hidrogen də öz elektronunu. Yenə oksigen öz elektronunu verir. Aha, axı burada ox çəkmişik. Deməli, burada donor akseptorluq var. Nə edir? Hidrogen daha elektron vermir, oksigen gedir, öz elektronunu verir hidrogen yerinə. Bax, bu iki rabitəni görürsünüz. Bunlar mübadilədir. Bu da, bu da. Bir, bu da ikinci. Bunlar mübadilə ilə yaranıb şəriklidirlər bunlar. Hərəsi öz paylaşıcı elektronu qoyub. Amma bu artıq donor akseptor mexanizmidir. İndi oksigen elektron verdiyinə görə olur donor tərəf, hidrogen elektron alır deyənə olur akseptor tərəf. Akseptor. Yenə sual verilir. Deyir ki, neçə elektron oksigendən işlənib? Sayırsınız. 1, 1, 2, 3. Bir dənə də hidrogenin yerinə verib. 4 dənə elektron oksigen işlədibdir. Hidrogen 1, 2 elektron da hidrogen işlədibdir. Cəmi neçə elektron oldu? 6 elektron. Və yaxud elektron sayın ümumi istəsə, baxırsınız ki, 3 dənə rabitə var. Bir dənə rabitənin yaranmasında da 2 elektron işləndiyinə görə, çünki bax, 1, 2 elektron birləşib bir dənə rabitə əmələ gətirir. Hə, bizim 3 dənə rabitəmiz var. Neçə elektronumuz olar? X də bərabərdir 6 elektrona. Ümumi rabitə sayını belə tapa bilərsiniz və yaxud bu şəkildə oksigen hidrogeni tək-tək tapıb toplaya bilərsiniz. Bunlar olur donor akseptor mexanizminə yaranan maddələr ki, bunların hər birini əzbərləyirsiniz. Dərs necə izah eləmişəmsə o şəkildə sizdən soruşacaq. Bu oldu bizim birinci rabitə növümüz. Buradan işimizi bitirdik. İkinci rabitə növümüz nədir? İyon rabitəsi. Keçək indi iyon rabitəsi haqqında danışaq. İyon rabitəsi nədir uşaqlar? Biz dedik ki, kovalent rabitə qeyri-metal arasında yaranır. İyon rabitəsi isə metal və qeyri-metal atomlar arasında yaranır. Qeyri-metal atomlar arasında yaranır. Bax, bir dənə metal deyək, bir dənə qeyri-metal deyək. Ən sadə, natrium xlor, xorək duzu deyirik, normal xorək duzu. Natrium nədir? Metaldır. Xlor nədir? Qeyri-metaldır. Aha, metalla qeyri-metal arasında yaranan rabitəyə deyirik ki, iyon rabitəsi. Və yaxud kalsium O. Kalsium metaldır, oksigen qeyri-metaldır. Metal qeyri-metal arasındakı rabitəyə deyirik iyon rabitəsi. Oldu mu? İndi elə maddələr var ki, onların içərisində həm iyon rabitəsi ola bilər, həm kovalent rabitə. Məsələn, kalium OH yazar siz üçün. Bunların arasındakı rabitələri göstərsiniz. Kalium, oksigen, hidrogen. Gəlin bunların növlərini yazaq. Bax, kalium nədir? Metal, düzdürmü? Oksigen nədir? Qeyri-metal. Hidrogen nədir? Qeyri-metal. Deməli, bu kalium metalı ilə oksigen arasındakı rabitə metal qeyri-metal olduğuna görə iyon olacaq. Amma oksigenlə hidrogen ikisi də qeyri-metal olduğuna görə bunlar arasındakı rabitə kovalent olacaq. Aydındır. Sonra elə bir maddə verər sizə ki, siz onu bu şəkildə açıb, bax, belə rabitələrini göstərə bilməzsiniz. Amma sizdən soruşar ki, iyon və kovalent rabitə sayını tap. Məsələn, keçən dərsdə də demişdim nümunəsini. Natrium KSO4 verər. Deyər burada ümumi rabitə sayını tap. Deyər kovalent rabitə sayını tap. Bir də deyər iyon rabitə sayını tap. Hər birinin tapılma qaydası var. Nədir tapılma qaydası? Bax, ümumi rabitə sayını tapanda oksigenin sayı yazıram bura. Oksigen sayı vurursan valentinə. Gəlin baxaq. İçində oksigen var 4 dənə. Oksigen neçə valentli elementdir? 2 valentli. Deməli, ümumi rabitə sayı 2 vurulsun 4 oldu 8 dənə. İyon rabitəsini tapanda isə metalın sayın vur valenti. Valenti. Metal sayı vur valenti. Baxın, metal natriumda neçə valentlidir? 1 valentli. Metalın neçə dənədir? 2 dənə. Eləmi? Deməli, metalın sayı 2 vurulsun o valenti olan 1-ə. Bu deyilir 2. Deməli, bizim 2 dənə iyon rabitəmiz var. Kovalent rabitəni tapanda isə ümumi rabitədən, yəni 8-dən çıxırsan 2-ni, bu deyilir 6 dənə kovalent rabitə. Bunun doğruluğunu yoxlamaq üçün natrium KSO4-ün açıq quruluşunu da yaza bilərsiniz. O necə yazılır? Natrium yaza bilməyənlər, çətinlik çəkənlər, dediyim düsturlarını rahat tapa bilərlər. Baxın, açıq quruluş budur. Bax, natrium metalda, oksigen qeyri-metal. Yenə natrium metalda, oksigen qeyri-metal. Kükürt qeyri-metaldır, bilirik. Oksigen yenə qeyri-metal. Oksigen buradakı yenə qeyri-metal. Bax, metalla qeyri-metal arasındakı rabitə nədir? İyon. Bu metalla oksigenlə
qeyri-metal arasındakı rabitə də iyondur. Deməli, neçə dənə iyon oldu? 2 dənə. Biz də 2 dənə iyon tapmışıq. Neçə dənə kovalent tapmışıq? 6 dənə. Bax, qeyri-metal arasında 1, qeyri-metal 2, 3, 4, 5, 6. 6 dənə də kovalent tapmışıqmı? Düz tapmışıq. Ümumi rabitə sayını istəyəndə iyonla metal kovalenti toplasan, ümumi rabitə sayı 8-i sənə verir. Bu da oldu bizim rabitələrimizin sayının tapılması. Məsələn, ola bilər ki, birləşmə sizə mötərizəli birləşmə versin. Məsələn, versin alüminium 2, SO4, 3. Burada necə hesablayırsınız? Yəni, ümumi rabitə sayı deyirsən, oksigenin sayını vurursan valentinə. Bu dəfə oksigenin sayı 4 vurulsun 3, 12 olur. Valenti də 2 olduğuna görə ümumi rabitə sayı 24. İyon rabitə sayı, metalın sayı vurulsun valent. Alüminium 3 valentli birləşmədir. Daha doğrusu atomdur. Niyə? Çünki bu 3'ü görsən, ha, bu 3 kimin 3'üdür gəlib düşüb SO4'ün indeksinə alüminiumun valenti olan 3 bildirir. Birisi də valentlik çarpaz qaydası ilə müəyyən olunur. Deməli, alüminium 3 valentlidir. Sayı da 2 dənə olduğuna görə iyon rabitəsi olur 6 dənə. Onda kovalent rabitəni tapa bilərik. 24-dən çıxarıq 6-nı, verər bizə 18 dənə kovalent rabitə. Bu oldu iyon rabitəsi haqqında. Sonra digər rabitə növlərimiz nədir? Metal rabitəsidir. Buranı silim, yerimiz açılsın. Dəqiqə. Hə. Metal rabitəsi qaldı. Bir də nə qaldı bizdə? Qaldı hidrogen rabitəsi. Metal rabitəsi, baxın uşaqlar, harada metalları gördüksə, deməli orada metal rabitəsi var. Məsəl üçün yazıb sənə kalsiyum, natrium, tam ki litium. Deməli, bu elementlərdə metal olduqlarına görə metal rabitəsi var. Və ya metalların ərintiləri yaza bilərsiniz üçün. Yaza bilər polad, yaza bilər çuqun, sonra yaza bilər tunc, nə bilim, yaza bilər bürünc. Yəni, metala aid, metalın ərintilərindən nələr gördünsə, deməli ki, bu maddələrin içərisində metal rabitəsi var. Bax, qarışdırmayın. Məsələn, uşaq deyir ki, müəllimə kalsium oksid yazır. Deyir ki, burada metal var da. Deməli, burada metal rabitəsi var. Xeyr. Niyə? Çünki burada metal tək halda verilmir. Baxsana, birləşmə halındadır. Burada, üzr istəyirəm. Burada kalsium nədir? Metal. Oksigen nədir? Qeyri-metal. Burada axı metalın yanında o ilə birləşmə belə gətirən oksigen də var. Bax, kalsium, oksigen. Metala birləşən bir oksigen atomu var. Buradakı rabitə avtomatik iyon rabitəsi olacaq. Tək halda veriləndə ancaq deyirsən ki, metal rabitəsi sayılır. Sonra hidrogen rabitəsi. Hidrogen. Hidrogen rabitəsində məsələn nədir? Hidrogen rabitəsi bir molekulun hidrogen atomu ilə digər molekulun fluoru və yaxud oksigeni və yaxud azotu, yəni fon elementləri arasında yaranan rabitədir. Bax, bir də deyirəm, cümləyə diqqətlə qulaq asın. Bir molekulun hidrogeni ilə digər, yəni başqa bir molekulun fluoru, başqa bir molekulun oksigeni və ya azot arasında yaranan rabitəyə hidrogen rabitəsi deyilir. Hidrogen rabitəsi iki cür olur. Molekul daxili hidrogen rabitəsi və də molekullar arası hidrogen rabitəsi. Bizim ilə dediyimiz şey molekul arası hidrogen rabitəsidir. Bir molekulla o biri molekul arasında yaranır. Məsələn, bax, bir də yazmışam hidrogen fluorid. Burada yazmışam hidrogen fluorid. Çoxlu hidrogen fluoridlərim var. Tutalım ki, H fluorum var. Baxın, bu bir molekuldur. Bu ikinci hidrogen fluor molekuldur. Bu da üçüncü hidrogen fluorid molekuldur. Bu hidrogen fluorid birincinin fluoru ilə ikinci molekulun hidrogeni arasında yaranan rabitəyə deyilir hidrogen rabitəsi və hidrogen rabitəsi 3 nöqtədən göstərilir. Sonra ikinci molekulun fluoru ilə üçüncü molekulun hidrogeni arasında yaranan rabitəyə deyilir, deyəm bunu təşxəs çəkməyim, deyilir molekullar arası hidrogen rabitəsi. Görürsən, bu iki molekulunun fluorun götürdüm, 3 molekulun hidrogenin, 2 molekulun arasında oldu bu rabitə və yaxud su ola bilər sizə verər. Tutalım ki, oksigen, hidrogen, yazaq su molekulu. Bu şəkildə. Tutalım ki, burada da bir başqasını yazıb. Belə. Bax, bu birinci su molekuludur. Bu ikinci su molekuludur. Bu da üçüncü su molekulu. Bax, indi birinci su molekulun hidrogeni ilə ikinci su molekulun oksigeni arasında yaranan rabitəyə deyilir molekul arası hidrogen rabitəsi.
Sonra 2 məsələn 2-nin bu hidrogeni götür. İstəsən bunu götürə bilərsən, fərq yoxdur. Hidrogeni ilə 3-ün oksigen arasında yaranan rabitəyə yenə deyilir hidrogen rabitəsi və 3 nöqtə ilə göstərilir. Deməli, hansı molekullarda ola bilər? H fluorda ola bilər, H2O-da ola bilər, bir də NH3-də ola bilər. Yəni azot hidrogen, oksigen hidrogen, fluor hidrogen arasında yaranır. Buna deyilir molekular arası. Bir də var molekul daxili. Molekul daxili hidrogen rabitəsi əsasən üzvü maddələrdə olur. Bu necədir? İndi göstərəcəm. Baxın. Siz təzə başladığınız görə üzvü maddələri tam tanımırsınız. Tam ki, mən yazıram bir dənə karbon turşusu və yaxud karbon turşusu yazır. Belə bir maddə yazar. Oksigen, OH. Tutalım ki, belə bir molekul yazmışam, quruluş yazmışam. Gəl bunu biraz da açım, hidrogenlə oksigeni də burada. Tutalım ki, belə yazım ki, yaxşı görə bilək. Bax, oksigen, hidrogen. Bax, burada həm spirt qrupu var, həm də COH qrupu var. Yəni ki, funksional birləşməsi var molekulun. Bax, bu tip molekullarda bir molekulun daxilində baş verir hidrogen rabitəsi. Necə? Buradakı hidrogenlə karboksil qrupunun oksigeni arasındakı rabitə bax 1, 2, 3. 3 nöqtə ilə göstərilib. Bizə deyilə bilər, ola bilər hidrogen rabitəsi. Hidrogen. Yəni bu çox düşmür molekul daxili sizə, amma molekul arası testlərdə var. Molekul daxili isə ancaq üzvü maddələrdən müşahidə oluna bilər. Sonra başqa nə sual düşür sizə? Deyəcək ki, məsələn, belə bir şey yazacaq. Dərslərə dedim. Tamam, deyir ki, su molekulu verib H2O, ayağında yazıb qaz. Bir də verib su molekulu H2O, ayağında yazıb maye. Deyir ki, hansında hidrogen rabitəsi var? Yadınızı saxlayın. Hidrogen rabitəsi olursa maddədə, o mütləq maye halda olmalıdır. Maye halda olanda onda hidrogen rabitəsi var. Qaz halında olanda isə qeyri-metal olduğuna görə ikisi də artıq burada kovalent rabitə var. Kovalent. Bu da oldu siz üçün hidrogen rabitəsi. Belə başqa nəsə bir sualınız varsa uşaqlar atın mənə şəxsdə, mən cavablandırım. Hamısını, bütün suallarınızı dərsə saxlamayın. Yaza bilmədiyiniz sualı atın şəxsdən bir daha cavab verin. Bir də başa salın, izah edeyim. Belə. Keçən dərs ancaq bu hissələri izah eləmişdim. Rabitələrin, növlərin. Ona görə növbəti dərsdə sizdən sırf buralarını soruşacağım. Sağ olun, gecəniz xeyrə qalsın.